Hazırda baxdığınız video Wi-Fi şəbəkəsinə qoşularaq baxma ehtimalınız kifayət qədərdir. O ehtimal da var ki, bu zaman siqnal gedir, gəlir, zəifləyir və tam istədiyiniz kimi deyil. Bu siqnalı gücləndirməyin bir neçə asan yolu var. Təbii ki, əgər qonşunun Wi-Fi şəbəkəsinə qoşulmamısınızsa. Çox zaman biz bu siqnalları virtual hesab etsək də, əslində heç də elə deyil. Onlar fizikidir və elektronik cihazlar, divarlar, hətta insanlar onu zəiflədə bilər. Bunu əyanı göstərmək üçün fizika fakültəsinin tələbəsi Jason Cole öz evinin Wi-Fi şəbəkəsi xəritəsini çəkmişdir. Wi-Fi modem və ya ruterin yeri, ətrafında olan cihazlar siqnala çox təsir edir. Beləliklə, siqnalı gücləndirməyin yolları 1. Modeminizi döşəmədən götürün. Əvvəla yerdə olduqda siqnal aşağı ilə gedir. Belə ki, antenna vasitəsilə yayılır. İkincisi, döşəmədə istifadə olunan materiallar, sement, dəmir və s. siqnalı zəiflədir. Üçüncüsü də ki, hər dəqiqə ayağınızı dişəcək. 2. Modemi evin mərkəzi hissəsində yerləşdirin. Əgər modem otağın küncünə, pəncərənin yanına qoyulubsa, bu siqnalın böyük hissəsinin israfı deməkdir. 3. Modemi internetdən ən çox istifadə etdiyiniz otaqda yerləşdirin. Təbii ki, modemə nə qədər yaxın olsanız, siqnal bir o qədər də güclü olacaq. Ən ideal variant onun mərkəzi yaxın otağa qoyub, internetdən də orada istifadə etməkdir. 4. Modemi digər elektronik cihazlardan uzaq tutun. Xüsusilə naqilsiz telefonlar, televizorlar, mikrodalğalı sobalar, elektromaqnit şüalanması yayır və siqnalı zəiflədir. Bundan əlavə, su da siqnala mənfi təsir edən amillərdəndir və akvariumun yanında saxlamaq yaxşı fikir deyil. Bu həm də balıqlara şüalanma təsir edər. 5. Modemi açıqlıqda saxlayın. Wi-Fi siqnalının qarşısını bir çox vasitələr ala bilər. Modemi mümkün qədər açıqlıqda saxlamaq lazımdır. Dolabın içində, böyük mebellərin arasında yerləşdirmək məqsədə uyğun deyildir. 6. Antennalardan birini üfüqi, digərini şaquli yerləşdirin. Belə olan halda siqnal daha geniş əraziyə yayılacaq. Bundan əlavə, bəzi cihazların modemi şaquli, bəzilərininki isə üfüqi olduğundan bu cür yerləşmə hər iki tipə uyğun olacaq. 7. Siqnalın güclülüyünü ölçün. CloudCheck və Ampere Wi-Fi Analytics kimi proqramlar siqnalın gücünü yoxlamağa imkan verir. Bu yolla siz siqnalın zəif olduğu yerləri müəyyənləşdirərək modemin daha yaxşı yerləşdirilməsini təmin edə bilərsiniz. 8. Modemin proqramını düzgün sazlayın. Providerinizlə ayarları dəqiqləşdirin. Bəzi modemlər bir neçə tezlikdə işləyir. Bu səbəbdən düzgün tezliyi seçmək vacibdir. 9. Problemin providerlə bağlı olmadığını dəqiqləşdirin. Bunu yoxlamaq üçün bir dəfə də naqillə internetə qoşulub, yəni LAN kabellə speed test edin. Hər iki halda sürət zəifdirsə, problem providerdədir. 10. Əgər bunlardan sonra hələ də internet sürətini düzəlməyibsə, avadanlığı dəyişmək çıxış yolu ola bilər.